Salam, xoş gördük. Bu videoda biz 1S platformasının meta obyektlərini, konfigurator ağacında olan obyektləri öyrənməyə davam edirik. Bu videomuzda keçəcək yeni obyektə konfigurator ağacında bu obyektimiz planı width xarakteristik. Azərbaycan dilində bu obyekti belə izah edə bilərik. Yəni ki, adının tərcüməsini xüsusiyyət növləri planı, özəlliklər növləri planı. Yəni bu obyekt bir növ. Ona necə belə qısaca da olsa izah verə bilərik ki, yəni anlayaq bu adı. Planı width xarakteristik, yəni xüsusiyyət növləri planı. Yəni biz bilirik ki, istənilən obyektimizin istər bu nomenklatura olsun, istər kontragent olsun, yəni tədarükçü, müştəri olsun, təchizatçı olsun, istənilən obyektin, hətta anbar belə olsun, yəni mövcud olan bütün obyektlərinin xüsusiyyətlərini, özəlliklərini daşıya bilən bir obyekt. Yəni adətən siz yəni əgər 1S-də işləyirsinizsə, belə bir anlayışla tanışsınız. Məhsulların xarakteristikası, yəni ki, özəllikləri, xüsusiyyətləri. Tutaq ki, hər hansı bir məhsulu götürə bilərik. Onun rəngi, onun ölçüsü, onun məsəl üçün hər hansı bir məhsul, ona tutaq ki, telefonda onun yaddaş özəlliyi var, yaddaşı, rəng özəlliyi var. Yəni xüsusi özəllikləri, yəni qeyd olunması üçün istifadə olunan çox mühüm və faydalı və vacib obyektlərdən biridir. Adətən biz nə edirik? Hər hansı bir nomenklaturanı tutaq ki, yaratmışıq. Ona sırf aid olan bir özəlliyi, xüsusiyyəti ya stroka tipində və yaxud da buleva tipində, rəqəm tipində bir dəyərlərlə, znaçeniyalarla təyin edirik özəlliklərini. Məsələn, məhsulumuzun kataloqu ola bilər. Məhsulumuzun ölçü vahidi var. Məhsulumuzun rəngi ola bilər. Ancaq bəzi özəlliklər də var ki, onları yəni əvvəlcədən biz təyin edə bilmirik. Misal üçün götürək ki, bizdə elə bir məhsulun satışı ilə məşğuluq ki, o məhsullarda əsas özəlliklər nə olur? Rəngidir, ölçüsüdür və digər və sair özəllikləri olur. Ancaq bir də görürsən ki, bizə yeni bir tip məhsul, xüsusi bir məhsul gələ bilər ki, tutaq ki, telefon. Telefonda artıq yeni bir özəllik ortaya çıxır. Yəni ki, bu yaddaşdır, telefonun rəngidir və digər onun özəllikləri. Hansı ki, bunu biz əgər spravçnikdən istifadə etməklə etsək, onda gərək biz hər dəfə təzə bir məhsul gələndə, bir yenilik, yeni bir özəlliyə sahib bir məhsulumuz gələndə duraq onun üçün spravçnik yaradaq. Baxın, bizim bu əvvəlcədən bilmədiyimiz və istifadəçinin sonradan gələn məhsullara da proqramçısız, yəni kodlaşdırmadan, konfiqurasiyaya toxunmadan, sırf istifadəçi müştəri tərəfdə bu özəllikləri, xüsusiyyətləri yarada bilməsi üçün, baxın, bu plan width xarakteristika obyekti bu bizə kömək eləyə bilər. Yəni 1S platformasına bizə bir növ hədiyyədir bu. Yəni ki, çox mükəmməl bir obyekt. Yəni bunu məsləhət görürəm ki, daima çalışasınız ki, istifadə eləyəsiniz. Yəni konfiqurasiya yazarkən müəyyən bir özəllik təyin etmək istəsəniz, siz onu götürüb yalnız belə birbaşa quru spravçnik yaradıb, sonra da nomenklaturanın içindən bu spravçniklardan birini seçərək deyil, birbaşa özəllik olaraq, xarakteristik olaraq təyin edə bilərsiniz. Yəni bunu belə dərsin əvvəlində qısaca olaraq, yəni adi dildə, yəni belə asan dildə başa düşmək üçün dedim. Ümidvaram ki, bu dediklərimi yəni anlayarsınız inşallah. Qeyd etdiyimiz kimi bu dərsdə sırf plan width xarakteristikanı öyrənəcəyik. Bu plan width xarakteristika, yəni Azərbaycan dilində də arada deyəcəm, xüsusiyyət növləri, yəni özəllik növləri, bu xüsusiyyət növləri meta verilərin, yəni bizim bu meta danı obyektlərimizin xüsusi bir obyekt növüdür. İndi bu videomuzda onun nə üçün istifadə edildiyini başa düşmək daha asan olacaq. Çünki biz bundan qabaqki dərslərimizdə artıq əsas obyektləri öyrəndik. Yəni spravçniklar, sənədlər və registr сведения, registr накопления bu obyektlərlə tanışıq deyə indi bu plan width xarakteristika yəni ki, bizə çox asan gələcək. Yəni bunun indi texniki tərəflərini, yəni sazlamalarını, ayarlarını təyin edərkən. Mən indi sizə bir slayd şəklində bir cədvəl göstərəcəm ki, bu qeyd etdiklərimiz daha bizə rahat aydın olsun bu plan width xarakteristika ilə bağlı. Amma əvvəlcə biraz hazırlıq işləri aparmalıyıq. Məsələn, gəlin bu obyekti öyrənmək üçün nümunə və praktiki işlər də görək ki, yaxşı başa düşməkdən ötəri. Bunun üçün bir spravçnik yaradaq. Spravçnikimizin də adını qoyaraq əməkdaşlar. Əməkdaşlar ilk əvvəl adı ingilis belə hərflərindən istifadə edilir. Əməkdaşlar. Bu çünki identifikatordur bu obyektə imi olaraq. Ancaq istifadəçi tərəfdə görsən
eləmək üçün bunu artıq qeyd eləmişik. Sinonim bölməsində bunu yaza bilərik. Əməkdaşlar. İndi yaxşı, bu kifayət eləyir. Yəni hələlik bizim bu obyekt spravçnikimiz üçün, yəni əməkdaşlarımız üçün. Bunu podsistemaya da əlavə eləyək. 3.6 sisteminə. Artıq bunu da bilirik nədir və necə təyin olunur və istifadəçi tərəfdə bu alt sistemdə görünəcək bu spravçnik əməkdaşları. Artıq bizim indi bu obyektimiz hazırdır. Bu sonra növbəti addımda biz keçirik danlı bölməsinə. Biz burada artıq əməkdaş üçün, yəni bu obyektimiz üçün rekvizitlər, yəni məlumat sahələri, xanaları yaratmağa başlayacaq. Hansı ki, istifadəçi tərəfdə bunlar məlumat olaraq doldurula bilsin. Məsələn, nə ola bilər bizim rekvizitlərimizdən əməkdaş obyekti ilə bağlı? Bu vəzifə, əməkdaşımızın tutaq ki, vəzifəsi. Adını belə vəzifə qoyaq. Sinonimdə isə vəzifə yaza bilərik rahat şəkildə. Tipi də qalsın straka, elə. Çünki baxın, vəzifələr üçün də ayrıca bir spravçnik yarada bilərdik ki, fərqli vəzifələr istifadəçi bazaya əlavə etsin. Sonradan da əməkdaş üçün o vəzifələri təyin edə bilsin. Ancaq indi bizdə sırf tədris xarakterlidir deyə heç straka tipində də qoyarıq, yazı ilə qoyarıq vəzifəsini. Daha sonra digər əsas rekvizitlərdən nə ola bilər? Bu da maaş, oklad. Yəni onu oklad ya da maaş qoyaq. Oklad qoyaq, rahat olsun. Sinonimdə maaş yazarıq. Bunun tipini çislo qoyaq, yəni rəqəm tipində qoyaq. Çünki maaş rəqəmlə göstərilir. Uzunluğu 15, nöqtədən sonra da 2 rəqəm. Məsəl üçün 100 manat 60 qəpik. Bu şəkildə nöqtədən sonra 2 rəqəm olsun. Sonra əməkdaş, yəni əməkdaşlar üçün nə təyin oluna bilər? Podrazdeleniyalar, yəni bölmələr, şöbələr. Bu səbəbdən də gəlin şöbə adında. Ancaq bizdə artıq var bu. Var, şöbə yaratmış görürsüz. Bu adı götürək. Qoyuruq bura. Rekvizitin adı şöbə. Tip olaraq da artıq baxın, istifadəçi tərəfdə əməkdaş forması açıldıqda rahat şəkildə bu şöbəni seçmək üçün onun tipini də qoyuruq şöbə. Yəni straka qoymuruq. Necə ki vəzifədə qoymuşduq. Burada xəta var. Akladı, oladı yazmışam. Aklad. Burada çox rekvizitlər ola bilər. Ancaq bizə hələlik bu dərs üçün kifayət eləyir. Yəni nümunə olaraq, yəni ki, bu qədər rekvizitlərimiz kifayət. Baxın, indi burada diqqətlə qulaq asın. Yəni bu plan vid xarakteristika mahiyyətini anlamaq üçün bu niyə görə istifadə olunur bu xarakteristikalar. Görürsüz, biz burada əməkdaşlar spravçnikimizə fərqli özəllikləri, yəni vəzifəsi, yəni fərqli ola bilər. Bir xüsusiyyəti olur əməkdaşımızın, hansı vəzifədə işləyir. Vəzifəni bilirik ki, əməkdaşda vəzifə mütləqdir, yəni təyin elədik. Oklad, maaş, konkret ki bilirik var. Hansı şöbədə işləyir, bu mütləqdir ki var. Bir də indi gələcəkdə elə bir xüsusiyyətlər, elə bir özəlliklər yarana bilər ki, biz onları da təyin etməli olarıq. İndi biz əgər onu da buradan rekvizit şəklində və sonradan hansısa spravçnika bağlamaq və yaxud da straka kimi, yəni bura rekvizit kimi indi onları əvvəlcədən əlavə eləmək, yəni oturub indi bu dəqiqə ağlımıza gəlmir. Misal üçün deyirəm də. Ağlımıza gəlmədiyinə indi bunları rekvizit kimi təyin eləmək biraz effektiv deyil. Yəni məntiqsizdir indidən biz duraq bura əlavə belə rekvizitlər əlavə olar. Daha doğrusu da səmərəsiz olar. Yəni niyə görə deyirəm? Yəni görürsüz, biz obyekti yaratdıq və ona bu rekvizit standart bilir ki, bu mütləq olacaq rekvizitlərdir, xanalardır, sahələrdir, özəlliklərdir. Yəni ki, təyin olunmalıdır bu əməkdaş üçün. Ancaq məsələn, gələcəkdə kadrlar şöbəsi daha çox məlumat bizdən istəyə bilər ki, yəni mən doldurmaq istəyirəm əməkdaşla bağlı. Və biz bunu da indi qeyd etdim ki, əvvəlcədən bilmirik. Məhz baxın, bu məqsədlə bu xüsusiyyət növləri planı, yəni plan vid xarakteristika, baxın, platforma bizə bu obyekti verir ki, yəni bundan istifadə elə. Gələcəkdə yaranacaq özəllikləri durub konfiquratoru açıb, yəni istifadəçi ümumiyyətlə başı çıxmayacaq konfiquratordan. Sən ona əvvəlcədən bu imkanı ver ki, o doldura bilsin. Siz bilin ki, bu plan vid xarakteristika, ümumiyyətlə xarakteristikalar nə üçün lazımdır? Yəni 1S platformasında. Bu bizim işimizi həm səmərəli, effektiv və asanlaşdırır. Yəni bu mexanizm, bu plan vid xarakteristika, bu obyekt bizə istifadəçiyə seçim hüququ verməyə imkanını yaradır. Yəni biz proqramçı olaraq bu proqramı tərtib edərək istifadəçiyə belə bir hüquq verəcək ki, o gələcəkdə bu əməkdaş üçün fərqli özəlliklər istifadəçi tərəfdə yaratsın və onun üçün təyin edə bilsin. İndi bu qeyd etdiklərimizi biraz da daha yaxından belə anlamaq üçün əvvəlcə qeyd etdiyimiz kimi slaydı açacağam. Bu slayddan sonra da xüsusiyyət növləri planına, yəni plan vid xarakteristika bu obyektə tərif də verərik. Hal-hazırda bu obyekti yaratmamışdan qabaq bu slayd üzərindən də buna bir nəzər edək. Çünki əvvəlcədən bu anlayışın özünü, yəni ki, tam aydın olmalıdır. Tutaq ki, baxın, bizdə indi hal-hazırda əməkdaşların cədvəli var. Və orada da indi burada rus dilində qeyd olunub Petrov adında əməkdaş var. Onun baxın, должность vəzifəsi, сотрудник bu Petrov, əməkdaş vəzifəsi
vəzifəsi должность direktor və oklad, yəni maaşı tutaq ki, burada 120 min. İndi bu rus pulundandır 120 min rubl. Həmin bu qeyd etdiyimiz xanalı sahələr baxın bizim bir növ spravçnik, yəni əməkdaşlar kataloqunda olan bu əlavə etdiyimiz bizim bu rekvizitlər. İstər bu сотрудник özüdür bu əməkdaş və должность vəzifə, oklad və hətta şöbə indi məsəl üçün bu cədvəldə heç nümunə olaraq verilmir. Yəni bu həmin burada gördüyünüz cədvəldəki başlıqlar bizim artıq kataloqa əlavə etdiyimiz rekvizitlərdir. Və biz artıq da bunların tiplərini də təyin etdik və bu məlumatların necə saxlandığını da bilirik. Yəni ki, indi istifadəçi rejimində açsaq, gəlin hətta açaq. Yəni belə biraz da aydın olsun deyirsə. İndi fikir verin. Biz tutaq ki, daxil oluruq əməkdaşlar indi yaratdığımız bu kataloqa və создать düyməsini görürsüz. Adı əməkdaşın. Bu standart olaraq artıq biz bunu bilirik. Platforma tərəfindən təyin olunur. Vəzifəsi yaza bilər, maaşı və şöbəsi. Buradan rahat şəkildə bunu təyin edə bilərik. Bu haqda biz bilirik. Yəni bizim qeyd etdiyimiz kimi bu xüsusiyyətlər, özəlliklər birbaşa spravçnikin bu kataloqun bu rekvizit danlı bölməsinə rekvizit olaraq əlavə oluna bilərlər. Amma əgər biz əvvəlcədən başqa bir hansısa məlumatların lazım olacağını bilməsək, o zaman bu plan vid xarakterisi, yəni əvvəlcədən bilmirik gələcəkdə nə özəlliyi yarana bilər ki, əməkdaş üçün təyin olunsun. Bu zaman biz plan vid xarakteristikadan istifadə edə bilərik. Hətta gəlin tutaq ki, bir nümunə olaraq da qeyd edək. Görürük ki, ilk əvvəl, yəni ki, başlanğıcda bizə əməkdaş üçün onun vəzifəsi və maaşı lazım idi. Sonra isə baxın, indi görürsüz ki, digər slaydı açdım. Həmin əməkdaş üçün ailə vəziyyəti. Görürsüz, əvvəlcədən biz bunu əlavə etməmişdik. Ancaq gələcəkdə tələb olundu ki, belə bir özəlliyi də, yəni ki, istifadəçi doldura bilsin əməkdaş üçün. Subaydır, ailəlidir və yaxud da dil bilikləri, znaniya yazıqı, məsələn, hansı dilləri bilir. Bir ilk əvvəldə bizə lazım olmamışdı. Ancaq sonradan, yəni müəyyən bir inkişafdan sonra indi bizdən tələb olunur ki, əməkdaş üçün bu xüsusiyyətləri də biz təyin eləyə bilək, doldura bilək istifadəçi tərəfindən. Yəni indi görürsüz nə qədər bizə rahatçılığı bu plan vid xarakteristika verəcək. Nəinki istifadəçi getsin proqramçını çağırsın ki, bura bir dənə də ailə vəziyyəti, dil bilgisi, belə bir rekvizitləri əlavə elə deməyəcək. İstifadəçi elə bir imkan yaradacaq ki, indi onun şahidi olacaqsınız. İstifadəçi tərəfdə bu özəllikləri birbaşa olaraq, yəni öz müştəri, yəni klient tərəfdə, istifadəçi tərəfdə təyin edə biləcək. Bu imkanı, bu hüququ biz ona verəcəyik. Bu plan vid xarakteristika vasitəsilə. İndi bu zaman burada indi diqqət yetirin bir məsələyə də. Xüsusiyyətin özü, yəni xarakteristikanın özü baxın bircə saniyə. Burada xarakteristikanın özü baxın bu başlıqda gördüyünüz dil bilikləri. Bu xarakteristikanın özü, onun dəyərləri isə baxın bu sətirdə gördüyünüz ingilis dili, ailəli olub və yaxud da ola bilər subay olsun. Yəni bu onun dəyərləridir. Xarakteristikanın özü isə baxın bu da ailə vəziyyəti, dil bilikləri və o istifadəçi tərəfindən təyin olunacaq ingilis dili, tutaq ki, alman dili, rus dili, bu onun dəyərləri olacaq. Yəni bunları ayırd etmək vacibdir, yəni bu şəkildə. Beləliklə indi hətta biz keçə bilərik bu plan vid xarakteristika obyektimizə tərif də verməyə. Xüsusiyyət növləri planı bu obyektimiz konfiqurasiyanın tətbiqi obyektlərindən biri. Digər obyektlər bundan qabaq keçdiyimiz dərslərdə qeyd etdiyimiz obyektlər kimi. O, yəni bu plan vid xarakteristika obyekti müxtəlif obyektlərin xüsusiyyətlərinə dair məlumatları saxlamağa xidmət edir. Bu obyektin özü istifadəçiyə istədiyi sayda, istədiyi qədər xüsusiyyət növü, yəni xarakteristika yaratmaq, onların tipini seçmək və dəyərini, yəni znaçeniyasını, baxın burada necə ingilis dili, ailəli olub olmamağı, dəyərlərini təyin etməyə imkan verir. Bu da həmin bu obyektimizin ən əsas funksiyasıdır. İndi yenidən qayıdaq konfiqurasiyamıza və bu obyektlə bağlı proqram təminatımızı da yaratmağa davam edək, tərtib etməyə davam edək. Bu dəfə bizə yeni, yəni ki, əməkdaşlardan əlavə yeni bir spravçnik kataloq lazım olacaq. Yəni burada biz həmin qeyd etdiyimiz xüsusiyyətlərin, xarakteristikaların dəyərlərini saxlayacaq. Yəni hələlik bunu bağlayaq və keçirik spravçnik bölməsinə. Yeni bir kataloq əlavə edirik. Adını da qoyaq xüsusiyyət dəyərləri. Yəni rus dilində значение xarakteristikanın dəyərləri. Biz də indi Azərbaycan dilinə uyğun olsun deyə başa düşək deyə xüsusiyyət, gəlin qeyd etdiyim kimi ingilis hərflərindən istifadə edək. Dəyərləri. Sinonim bölməsində rahat şəkildə Azərbaycan latın hərflərindən istifadə etmək olar. Xüsusi dəyərləri. Bundan sonra indi rahat şəkildə biz keçib plan vid xarakteristika xüsusiyyət növləri planı obyektində yarada bilərik. Bunun üçün burada da sağ düyməni sıxırıq, добавить. Buna
hələlik bağlayaq, bizə mane olmasın. Bunun adını xarakteristika da qoya bilərik və ya xüsusiyyətlər qoya bilərik. Gəlin platforma, yəni 1S-də işləyən adamlar çox həmişə bu sözü istifadə edir, xarakteristikalar. Gəlin biz də adını tam anlayaq bilək deyə xarakteristika qoyarıq və yaxud da xüsusiyyətlər də qoya bilərik, yəni Azərbaycan dilində tərcümə edib. Gəlin yaxşı olar belə qoyaq. Yəni bu addır, yəni həm də tədris xarakterli idi. Xarakteristikalar belə qoyarıq. Düzdür, belə biraz pis görsənir. Yəni başa düşmək üçün ki, bir növ siz artıq əgər 1S-də işləyənsinizsə bilirsiniz də orada xarakteristika. Yəni o xarakteristikanın da sistemdə necə qurulduğunu və siz indi hal-hazırda mənimlə birlikdə biz xarakteristika funksionalını yaradırıq burada. Yəni bir kod belə yazmadan özünüz də bunun hələ ki şahidi olursunuz. Yəni gələcəkdə düzdür kodlarımızda olacaq. Kod daha maraqlı olur. Yəni alqoritmini yazmaq və s. digər işlər. Ancaq sırf həmin bu xarakteristika, yəni standartlarını necə qurulur, onu sıfırdan özümüz yaradırıq bu dəqiqə sadə şəkildə. Ancaq indi bunu tam belə hazırlamağa keçməmişdən qabaq bir vacib məsələni də sizə izah etmək istəyərdim. Gəlin slaydımızı açaq. Baxın, burada hər bir dəyərin, yəni bu ailə vəziyyəti xarakteristikadır, xüsusiyyəti, onun da dəyəri, yəni znaçeniyası, məsəl üçün jena, burada ailəli və yaxud da subay, ingilis dili, alman dili bu dəyərlər və hər bir dəyərin bir sahibi olur. Yəni bu sahib, bu vladelic bir növ xüsusiyyətin özüdür. Yəni ki, baxın bu indiki dəyərlər ki yaradacaq istifadəçi ki müəyyən bu özəllikləri əməkdaş üçün təyin oluna bilsin deyə onların baxın sahibi, bunların tabe olduğu obyekt xarakteristikanın, yəni xüsusiyyətin özüdür. İndi biz bunu istifadəçi tərəfdə vizual olaraq yaradanda siz tam başa düşəcəksiniz. Yəni çətin bir şey yoxdur burada. Yəni məsələn, xüsusiyyət baxın budur. Семейный положение, ailə vəziyyəti. Onun dəyərləri isə evlidir, subaydır, boşanıb. Baxın bu şəkildə dəyərlər ola bilər. Burada yəni bütün dəyərlərin sahibi baxın bu ailə vəziyyəti xarakteristikanın özü olacaq. İndi baxın bu səbəbdən də biz gəlin qaydaq konfiquratora keçirik. Bundan qabaq yaratdığıq xüsusiyyət dəyərləri. Görürsüz bizdə necə qeyd etdik? Xarakteristika, bir də onun dəyəri, znaçeniyası. Biz onun üçün əvvəlcədən də belə bir spravçnik yaratmışdıq. Gəlirik onu açırıq və onun baxın vladelic, görürsüz sahibi belə bir sazlaması var spravçnikin. Biz buradan açırıq, baxın. Bunu artıq biz bu şöbələr mövzusunu keçəndə əvvəlki dərslərimizdə. Yəni əgər dərsə buradan başlamısınızsa, çalışardınız ki, əvvəlki dərslərimizə də baxın. Hamısı YouTube-dadır. Ki biz orada artıq bu vladelic-lə bağlı şöbəni, məsəl üçün hər bir orqanizasiya, müəssisəyə görə şöbələri bir-birinə tabe etmiş. Baxın bu tabeçilik bölməsi, vladelic. Və buradan bizim gördüyünüz yaratdığımız bu plan vid xarakteristika ki var. Baxın bunu. Biz onun üçün təyin edirik burada və OK düyməsinin üzərinə sıxırıq. Bunu etdikdən sonra rahat şəkildə bunu bağlaya bilərik. Qaydırıq bizim plan vid xarakteristika bu obyektimizin özünə və növbəti sazlamamız, yəni ayarımız bu obyekt üçün. Tip znaçeni xarakteristika. Xarakteristikanın, yəni xüsusiyyətlərin tipini təyin etməliyik. Gəlin bu siyahını açaq. Qarşımıza baxın. Adi standart qaydada. Baxın burada görürsüz bizdə tutaq ki tip var idi. Eyni bura daxil olsaydıq, həmin şey bu menyu bizim üçün bu pəncərə açılacaq. Digər obyektlərimizə, rekvizitlərimizə necə təyin edirsiksə, burada da standart şəkildə eyni bu pəncərə açılır. Yəni bütün tipləri qoya bilərik. Bunu qoyuruq ki, hamısını seçə bilək deyə. Görürsüz, ancaq birini seçə bilirik. Sastavnoy tip, yəni belə bütün siyahılardan hamısını bu işarələyə bilmək üçün sastavnoy tip danlıq qoyuruq və hamısını rahat şəkildə seçə bilərik. Burada da bunları seçdikdən sonra ən əsası da bizim bu xüsusiyyətləri saxlamaq üçün yaratdığımız ki, dəyərlərini, yəni ki, bu znaçeniyaları saxlamaq üçün yaratdığımız bu baxın, bu spravçnik kataloqu da mütləq çalışmalı ki, burada təyin eləyək. Yəni bu tip özündə bir növ sintez olunmuş birləşik, fərqli xüsusiyyətləri, yəni burada toplamaq olacaq. İstifadəçi rahat şəkildə yaradacaq və sintez olunmuş olacaq. İndi istifadəçi tərəfə keçdikdə siz bunu görəcəksiniz ki, necə rahat şəkildə biz bunu yaradacağıq. Buradan rahat şəkildə OK düyməsinə sıxırıq. Artıq biz bu ayarı da, bu sazlamanı da təyin etdik. İndi növbəti bu plan vid xarakteristika. Görürsüz, bunda biraz fərqlidir bunun ayarları digər obyektlərin nisbətən. Çünki bunun funksiyonalı var. Yəni bu bizə çox faydalıdır. Yəni inşallah indi özünüz də görəcəksiniz. Keçirik bu növbəti sazlamaya. Дополнительные значения xarakteristika. Bizim bu xüsusiyyətlərin dəyərlərinin əlavə znaçeniyaları, yəni əlavə dəyərləri. Burada da eyni qaydada görürsüz, avtomatik olaraq bizim qarşımıza bizim əvvəlcədən yaratdığımız bu xüsusiyyət dəyərləri kataloqu çıxır. Niyə görə? Çünki biz onda biz
Burada gəlin bağlayaq hələlik. Bir dənə tez bunu açaq. Biz burada onu vladelic olaraq, yəni sahib olaraq tabe etdik xarakteristika. Bu səbəbdən də o siyahıda biz bunu görürük. Qaydaq bura və onu buradan təyin eləyirik. Yəni baxın, burada indi bizim etdiklərimiz bu obyektin yaradılması ilə bağlı əsas addımlar demək olar ki, tamamlandı. Hətta bunu bağlayıb konfiqurasiyamızı rahat şəkildə yeniləyə bilərik. Belə bir xəbərdarlıq bizə gəlir ki, bizim yaratdığımız bu yeni obyektlər heç bir alt sistemə əlavə olunmayıb. Yəni bu xarakteristikaların özü. Yəni bunu boş da buraxa bilərik. Hələ ki vacib deyil, təyin də eləyə bilərsiniz. Necə? Gəlin lap bunu indi sizə də göstərərəm. Görürsüz, podsistema bu obyektimiz üçündə var. Lap gəlin təyin eləyək. Problem yox. Yenidən bazamızı yeniləyək. Baxın, indi bizə nə lazım olacaq? Biz yaratdıq xüsusiyyətlərin, yəni xarakteristikanın dəyərləri, necə ki burada qeyd eləmişik. Ailəli, ingilis dili, fransız dili, subay falan bu dəyərləri harda saxlanacaq obyektimiz, kataloqumuz var. Və sırf xarakteristikanın özləri, yəni bu nə idi? Dil bilikləri, ailə vəziyyəti, bu xüsusiyyətlər, hansı ki onu da yaratmışıq. İndi bunlar arasında biz gərək, baxın, həm bunun arasında bir növ əlaqə yaratmalıyıq. Yəni bizdə artıq bu xüsusiyyət dəyərləri və xüsusiyyətin özləri, yəni xarakteristikanın özləri də var. Bunlar arasında qarşılıqlı əlaqə olmalıdır. Çünki niyə görə? Baxın, biz əvvəlcədən necə ki bu xüsusiyyətləri indi nümunə olaraq bu əməkdaşlarımız üçün təyin eləyəcəyik və bu əməkdaşlar, bu bizim yaratdığımız bu dəyərlər, yəni xarakteristikanın dəyərləri və xarakteristikanın özləri ilə bir növ birləşməlidir. Yəni ki, rahat şəkildə istifadəçi tərəfdə bunun da içərisindən rahat şəkildə biz bu xarakteristika xüsusiyyətləri, yəni bizdə hal-hazırda əməkdaş üçün nə var? Gəlin daxil olaq. Əməkdaş üçün vəzifə var, oklad var və şöbə var. Və gələcəkdə də lazım oldu ailə vəziyyəti, dil bilikləri. Yəni bu da xüsusiyyət olaraq istifadəçi, yəni konfiqurasiyasız, kodsuz əlavə elə bilsin deyə biz ona ki imkan yaradırıq. Bizim bu xarakteristika plan, vid, obyekti vasitəsilə indi bunlar bir-birinə bir növ birləşməlidirlər. Dəyərləri olsun, xarakteristika xüsusiyyətlərinin özü olsun ki, istifadəçi rahat şəkildə əməkdaş üçün bunları təyin edə bilsin. Bu əlaqəni biz necə yarada bilərik? Yəni bu da çox asandır. Çünki biz artıq əvvəlki dərslərimizdə, yəni bundan qabaqki dərsimizdə registr сведения obyektimizi öyrəndik. Və hətta indi biz bir obyekt də yaradacaq və həm də bu registr сведения'dan istifadə edəcəyik. Bir növ sınaqdan da keçirilmiş olacaq. Yəni registr сведения bu bizə imkan yaradacaq ki, bununla bu indi plan, vid, xarakteristika və üçüncü əməkdaş, bu üçünü indi görəcəksiniz ki, registr сведения bizə necə kömək eləyəcək. Bir-birindən əlaqə yaratmaq. Bunun üçün gəlin indi bizim məlumat registrimizi yeni bir registr əlavə eləyirik. Adını da qoyaq. İndi bu məlumat registri nə rolunu oynayır? Qeyd etdiyimiz kimi əməkdaşla bu xarakteristikanın arasında, bunların arasında. Bu səbəbdən də onun da adını qoyarıq. Əməkdaşın xüsusiyyətləri qoymuram. Xarakteristikası qoyarıq ki, adını. Daha bizə gələcəkdə belə bu terminləri eşidəndə tam başa düşək. Yəni bu xüsusiyyətləri də biz sadəcə olaraq belə adda belə qoyaq. Yəni əməkdaşın xarakteristikaları. Ancaq burada qoyarıq əməkdaşın xüsusiyyətləri. Sinonimdə nə istəsəz yaza bilərsiniz. Baxın, hətta indi görürsüz ki, biz artıq keçən dərsimizdə bu haqqda danışmışdıq. Periodik, yəni periodik və qeyri-periodik olma məsələsi də burada ortaya çıxır. Və bu nümunəmizdə bizə burada periodik, necə ki keçən dərsdə biz kurs məzənnəsi üçün, valyuta üçün kursu təyin etdiyimiz zaman переделыхня, yəni periodikliyi, yəni dövrlüyü təyin etmişdik. Yalnız burada dövr bizə lazım olmayacaq. Yəni niyə periodik olacaq? Niyə görə? Çünki məsələn hər bir əməkdaş eyni anda iki fərqli ailə vəziyyətinə sahib ola bilməz. Yəni bu gün subaydı, sabah evləndi. Yəni bu cür ki dəyişikliyi ehtiyac yoxdur əməkdaş üçün. Əməkdaş şirkət üçün maraqlıdır ki, bu əməkdaş ya subaydı, ya ailəlidir, ya da ailəlidir. Yəni sabah subaydı, bir il bundan qabaq subaydı, sonra ailəli oldu, sonra subay oldu. Bu period dövrün içində bunun dəyişkənliyi bizə lazımdır. Bizə elə lazımdır subaydı, ailəlidir. İngilis dilini bilir ya bilmir. Dünən bilirdi, bugün bilmir. Dünən bilmirdi, bugün bilir, yox. Yəni belə dövrdə dəyişiklik lazımdır. Yəni birbaşa onun dəyəri lazımdır burada. Keçirik indi bu məlumat registrimizin indi yaratdığımız bu xarakteristikalar üçün danlı bölməsinə, məlumatlar bölməsinə və burada da resurslarla ölçüləri təyin edəcəyik. Yəni bu əlaqəni qurmaq üçün, bu məlumatı yəni bir-birinə bağlamaq üçün. Bura izmireni olaraq gəlin əlavə eləyək. İlk əvvəl əməkdaş bu mütləqdir. Çünki qeyd etdik axı biz bu əməkdaş, bu dəyərləri, bir də bizim xarakteristikamız bu məlumatları daxil etmək üçün məlumat registri bizə kömək eləyəcək. Əməkdaş, burada sinonimdə də istifadəçi tərəfdə rahat görsənsin deyə əməkdaş qoyuruq. Bunun tipini artıq bizdə əməkdaş adında spravçnikimiz var və əməkdaşlar bunu seçirik.
İkinci bizim izmərəniyyəmiz baxın. Bu xüsusiyyətin özü olacaq. Yəni baxın, bu xarakteristikanın özü. O da nə olurdu bizdə? Burada qeyd etdiyimiz kimi bu ailə vəziyyəti, dil biliyi, baxın bu xüsusiyyətlər saydaq bura. Adını da qoyuruq xarakteristika. Adımı özüm bilərəkdən belə qoyuram. Xarakteristika. Çünki belə real bazalarda siz orada çox vaxt bu anlayışları eşidirsiniz. Xarakteristika falan. O səbəbdən bunu istifadə edirəm. Sabah mən indi xüsusiyyət deyəcəm. Sabah real bir bazanı açanda xarakteristika deyəndə siz tutmayacaqsınız ki, bu xüsusiyyət buna aid idi ya buna aid deyil idi. Bu səbəbdən bilin ki, o həmin xarakteristika budur. Və ona da tip olaraq burada bizim yaratdığımız bu xarakteristikalar, bu obyektimizi tip olaraq təyin edirik. Sonrakı isə əlavə edəcəyimiz bu resurs olacaq. Resurs da siz də yəqin ki, təxmin etdiniz. Bizim bu xüsusiyyətlərimizin baxın dəyərləri bu spravçnika kataloqa bağlı olacaq. Bunun da adını qoyaq. Dəyər fərq etmir. Burada qeyd etdiyim kimi gəlin birinci ilə yazaq. Dəyər. Burada isə istifadəçi tərəfdə dəyər görsəniz. Bunun da tipini siz artıq aydın olmalı idi ki, bunu seçməliyik. Xüsusiyyət dəyərləri. Baxın bunu seçirik. Təyin edirik onun üçün. Və OK düyməsini baxın açıldı. Demək olar ki, əsas işlər görülüb. İndi son bir neçə vacib addım qalır. İndi isə biz bu məlumat registrində xüsusiyyətləri, yəni bu xarakteristikaları və onların dəyərlərini bir-biri ilə əlaqələndirməliyik. Yəni istifadəçi tərəfdə bu rahat şəkildə funksional işləyə bilsin deyə. Yəni dediyim nədir? Sistemin özü, yəni platforma özü başa düşməlidir ki, bu dəyər, yəni ki, hansı ki, baxın bu dəyərimiz bu xarakteristika üçün təyin olunacaq ki, istifadəçi tərəfdə. Yəni bu dəyər sahəsi yalnız özünə aid olan xüsusiyyətə uyğun olmalıdır, xarakteristikaya uyğun olmalıdır. Yəni bu necə? Yəni bir dənə bu slaydımızı açaq. Mən bu xarakteristikanı təyin etmək istəyəndə dil bilikləri. Burada ailə subay açılmamalıdır. Ailə subay bu xarakteristika üçün açılmalıdır. Baxın buna. Ancaq dil, ingilis dili, rus dili, alman dili sırf bunun üçün açılmalıdır. Yəni bu ailə vəziyyətində ingilis, rus açılmamalıdır və yaxud da bu dil biliklərində subay, ailə bu yəni ki, qarşılıqlı əlaqə olmalıdır ki, sistem bunları bir-birinə qarışdırmasın ki, istifadəçi bunu rahat təyin edə bilsin. Bir növ biz həmin bu indi etmək istədiyim, edəcəyimiz şeylər onun təyinatı üçün lazımdır. Baxın, bunu etmək üçün biz dəyər bu resursumuzu üzərinə 2 dəfə sıxırıq və qarşımızda bu svojstva, yəni xassələr paneli açılır. Bu bizim resursumuzun parametrlərini, sazlanmalarını təyin etmək üçün. Baxın, burada представление bölməsinə keçirik. Yəni bu panelin, yəni bu xassələr panelini rahat görsənmək üçün belə bir şey də eləyə bilərsiniz. Sağ düyməni basın. Burada со списком da qoya bilərsiniz. Belə siyahı şəklində qarşımıza açılsın, hamı bir yerdə. Bölmə olmasın. Yəni bunun resursların o qədər də özəlliyi yoxdur deyə. Buradan seçirik. İndi məsəl zakladka olsa bölmə açılır. Deyər hər dəfə yerlərini keçib bunu dəyişək. Ancaq rahat olar ki, bu со списком qoyasınız. Bu siyahıları açaq. Biz indi nə etməliyik? Qeyd etdiklərimiz üçün. Biz связь по типу, tipə görə əlaqə bölməsi var, onu təyin etməliyik. Gəlin onu burada 3 nöqtənin üzərinə sıxırıq və qarşımıza bu tiplər üzrə əlaqəni təyin etmək üçün indi hal-hazırda biz xüsusiyyətlər üzrə təyin edirik və xarakteristikanı seçirik. Hansı ki, artıq biz bunu burada əlavə etmişik. Yəni bu nə deməkdir bunu seçmək? Nə? Sadə dildə desək, əgər xüsusiyyət dil bilikləri seçilibsə, dəyərlər onun üçün bir növ alman dili, rus dili bunlar çıxacaq. Başqa xüsusiyyətlərə aid olan dəyərlər ora çıxmasın deyə. Və OK düyməsinə sıxırıq. İndi burada incə bir sazlamanı da eləyirik. Bu da baxın связи parametri выбора. Bu seçmək üçün, yəni siyahının üzərinə tıkladıqda indi görəcəksiniz istifadəçi rejimində. Bu seçim parametrlərinin bir növ əlaqəsi связь parametri выбора. Bu sazlamanı da müəyyən edirik. 3 nöqtənin üzərindən vururuq və buradan xarakteristikanı əlavə edirik. Ya belə, ya da ki bu seçib ox işarəsinin üzərinə sıxırıq. Və vəsə bu da kifayət edir. OK. Yəni gördüyünüz kimi heç bir çətin bir şey yoxdur. Bir növ qeyd etdiyim kimi biz bunları etməkdə məqsədimiz bunların xüsusiyyətlərlə, onların dəyərlərini qarışmamasını təmin etmək üçündür. Bu etkilərimiz dəyişikliklər. Baxın burada. Bu dəyərlər üçün. Yəni dəyərlər öz bağlı olduğu xarakteristikanın dəyərləri çıxacaq. Yəni bu dəyərin burada təyin olunan, onun tabe olduğu xarakteristikasının, yəni xüsusiyyətə tabe olan dəyərlər çıxsın siyahıda. Yəni formada istifadəçi üçün rahat olsun. Qarışıq çıxmasın ki,
orada yüzlərlə, minlərlə siyahı xüsusiyyətlər, özəlliklər ola bilər gələcəkdə. Bu sazlamalar, yəni svязь və по типу və baxın svязь parametri vыбора. Baxın bu iki əsas xananı təyin edirik. İndi sonra da sonuncu belə edəcəyimiz iş əməkdaşı seçirik və burada əməkdaşımız üçün belə bir sazlama var. Vedushi, aparıcı bir növ. Onu təyin edirik. Yəni bu əsas ölçü, əsas izməreniyə kimi təyin olunur. Bu nə deməkdir? Bu deməkdir ki, yəni bazaya əlavə olunan yazılar, yəni məlumatlar sırf əməkdaşa bağlı olacaq və formalar üzərində həmin bu əməkdaş üçün xüsusiyyətlər seçilə biləcək. Yəni bu da bir növ filtrasiyanı, yəni istifadəçi rejimində əlaqəni, yəni qurmağı təyin etməyə imkan yaradır. Artıq bizim elədiyimiz dəyişikliklər bu qədər. Bunu bağlayırıq. Yəni məlumat registrimizdə yaratdıq. İndi bazanı gəlin yeniləyək. Bunu принять eləyirik, heç fikir vermirik buna. Keçirik istifadəçi rejiminə. İndi yaratdığımız bu funksiyonalı nümunə olaraq yəni test eləyək. Buradan uçot alt sisteminə və əməkdaşlar. İndi bir dənə əməkdaş əlavə eləyək. Adını qoyaq Samir. Vəzifəsi. Tutaq ki, direktor. Maaşı 1500 misal manat. Belə də nə gəldi təyin və şöbəsi, hansı şöbədə işləyir, onu da dolduraq. PR şöbəsi, onu seçərik. Zapisat eləyək. Bu bizim əməkdaşımız. Yəni o hansı özəlliklər təyin olundu? Vəzifə, maaş, şöbə. İndi fikir verin. Burada görürsüz dil bilikləri yoxdur, ailə vəziyyəti yoxdur. Yəni konfiquratorda standart olaraq əməkdaş üçün bu rekvizitlər, yəni bu özəlliklər təyin olunmuşdu ki, istifadəçi bunları doldururdu. Hətta gəlin ikinci istifadəçimizi də əlavə eləyək. Elvin vəzifəsi proqramçı. Məsələn, proqramçı. Maaşı tutaq ki 1000 hazır. Hansı şöbədədir? Tutaq ki dizayn şöbəsində. Zapisat. Bu proqramçı özəlliklərini təyin etdik. Birində bir əməkdaşımız direktor özəlliyi var, birində də proqramçı, yəni vəzifəsi. Maaşı bu qədər, işlədiyi şöbə bu qədər. Ancaq başqa bir xüsusiyyət yoxdur. İndi tutaq ki dil haqqında bir məlumat lazım idi, dil bilikləri haqqında, ailə vəziyyəti. Bu gərək girərdi konfiqurasiyaya, yəni proqramçı çağırardı. Burada bir spravçnik yaradardı, dil bilikləri, nə bilim, əlavə olaraq bir obyekt bazaya əlavə olunacaq. Tezdən bunlar doldurulmalıdır rekvizit olaraq. Görürsüz nə qədər biraz səmərəsiz bir vəziyyət yaranır. Ancaq indi bizim bu ki yaratdığımız bu funksional, bu plan vid xarakteristikadan. Yəni bunu tək bu iş üçün yox, başqa yəni xüsusiyyətlər üçün. İndi biz bunu əməkdaşlar üçün elədik. Siz bunu məhsullar üçün eləyə bilərsiniz. Məhsulun misal xarakteristikası ola bilər, yaddaşı, rəngi filan. Yəni istənilən bir obyektlər üçün bu plan vid xarakteristika istifadə eləyə bilər. Sadəcə olaraq bu nümunəni öyrənin ki, digərlərini də başa düşəsiniz, gələcəkdə sazlaya biləsiniz. Özünüzdən də bu cür belə plan vid xarakteristika kimi obyektləri yaradasınız deyə. Yəni görürsüz kod yazmırıq. Yəni bu funksiyonalı bir növ sazlamalarla təyin etmiş oldu. Keçək indi istifadəçi rejiminə. İndi bu sualı qoyduq ortaya. İndi gəlin bunu aydınlaşdıraq. İndi fikir verirsinizsə bizim formamızda bir dənə əlavə link var. Yəni keçid üçün bir istinad var. Əməkdaşın xüsusiyyətləri. Yəni bir şey də deyim, görürsüz də biz bir dənə kod yazmırıq. Obyektləri buradan yaradırıq, sazladıq, filan elədik. Ancaq bu görürsüz bizim üçün 1S platforması idarə olunan bu formalarda görürsüz avtomatik olaraq. Yəni bu çox idarə olunan formaların üstünlüklərindəndir. Gördüyünüz kimi artıq bu heç biz kodunu yazmamışıq, bura çıxartmamışıq, bir şey eləmirik. Avtomatik olaraq platforma bizim üçün bunu təyin edir. Görürsüz əməkdaşın xüsusiyyətləri bizim bu yaratdığımız plan vid xarakteristika platforma tərəfindən avtomatik təyin olundu. Giririk içərisinə. Görürük ki, hələ ki burada boş. Gəlin indi biz bu Elvin əməkdaşımızın dil biliklərini əlavə eləyək. Konfiquratora girmədən, burada dil kimi belə xüsusi bir obyekt yaratmadan sazdaç istifadəçi rejiminə xarakteristika bax heç yoxdur hələ, heç yaradılmıyor. Bir dəfə yaradacaq dil bilikləri Elvin üçün, Samir üçün indi görəcəksiniz. Yaradırıq xarakteristikamız. Adını qoyaq dil bilikləri. Dil bilikləri. Elə bu Azərbaycan ilə birbaşa yazır. Tip значениясы baxın. Görürsüz bizim orada nastroykada baxın, hətta göstərdim sizə. Fikir verin, seçdiyimiz tiplər. Şöbə də qoya bilərdik. İndi ehtiyac yoxdur da şöbə biz təsəvvür ki onu biz buradan artıq təyin eləmişik. Yəni lap bunu bağlayaq tezdən lap açarıq. Təkrar olsa da problem deyil. Baxın, biz Elvin əməkdaş üçün şöbə var, ehtiyac yoxdur. Sırf xüsusiyyətlər üçün olan baxın təyin etdiyimiz bu tipləri qarşımıza da orada çıxmış. Gəlin qayıdaq əməkdaş xüsusiyyətlərinə. Sazdaç, xarakteristikamızı tam yaradaq. Keçirik sazdaç, dil bilikləri. Bu da onun tipi olacaq. Qalsın burada. Bu dəyərlər fərqli olacaq. Vыбрать. Bunu da seçirik. Dil bilikləri. İndi görəcəksiniz necə rahat. İndi dəyəri. Gör ki hələ yaradılmayıb. İndi gəlin dəyərlər yaradaq. Birinci ingilis dili. İngilis
ingilis dili. Fikir verirsiniz, vladelic. O artıq ona tabedir. Sonra nə ola bilər? Rus dili, nə bilim alman dili, sonra fars dili olsun. Fars dili fərq etmir. Dilləri seçdik. Bir dənə də ərəb dili də qoyaq. Yaradırıq, saxrıq dili yaradıq. Ərəb dili. Türk dili qoymuram. Yəni bir aydındır ki, biz bilirik türk dilini. Təyin eləyək ki, alman dilini bilir. Записать закрыть. Baxın, bu da hansı bölmədir? Bizim registr сведенияmiz. Əlaqəni yaradır. Elvin xarakteristikası və onun alman dili biliyi. Baxın, bu həmin yaratdığımız registr сведения. Əməkdaş, xarakteristika və dəyər. Əməkdaş, xarakteristika, dəyər. Bu niyə görə əməkdaş falan dəyər düz yazılıb? Bunların sinonimləri gördüyünüz kimi. Yəni, əməkdaş qoymuşuq, əməkdaş onun sinonimidir. İstifadəçi tərəfdə də sinonim. Bu gözəl bu şəkildə görsənir. Yaratdı. İndi keçək Samir üçün. Fikir verin. Samirə daxil olurum, görsünüz qarışmır. Niyə görə? Bir-biri ilə əlaqə yaratdıq. Yəni ki, bunları diqqət eləyin. Bu əlaqələri qurursunuz, adi bir şeydir. Fikir verirsə, əlaqə qurulub deyə, yəni lap daxil olaq, xarakteristika üzrə, əməkdaş üzrə əlaqələr qurulub deyə xarakteristikaya sırf bir də adbor Pavladelcu qoyulub deyə siyahıda da ancaq özünkilərini gör. Samir üçün əlavə eləyək dil bilikləri. Samir ingilis dilini. Fikir verin. Artıq biz indi Elvin girdik, onun kartoçkasıdır. Bir növ kitabçasıdır, formasıdır. Əməkdaş forması. Onun haqqında məlumatların toplandığı bir növ siyahısıdır. Kartıdır onun. Proqramçıdır, vəzifəsi, maaşı nədir, şöbə nədir? Keçirik bura əməkdaşın digər xüsusiyyətləri. Elvin dil bilikləri, alman dili. Keçək Samirə. Direktordur. Samir dil biliki ingilisi qarışmır. Nə Elvin Samirə, nə Samir. Nə Elvinin dil bilikləri özünə aiddir, Samirinki də özünə aid. Gördünüz necə? Bir də funksional, bir dənə sətir kod belə yazmadan. Siz bunu başqa bir proqram dilində sıfırdan yığmaq istəsəydiniz, deyirəm dəhşətli vaxtınız gedərdi, ancaq Bires platforması bizə necə bu imkanı verir. Bu indi biz əməkdaş üçün eləmişik. Siz indi burada məhsullar ola bilərdi ki, mallar. Mən sizə hətta deyərdim ki, ev tapşırığı kimi bunu nomenklaturalar deyilir. Məsəl üçün şkafa açırıq, fikir versiniz. Biz bunu cədvəl eləmişdik. Ancaq görürsüz bizdə burada nə var? Cədvəl o qədər də səmərəli deyil. Niyə görə? Görürsüz ölçü, rəng, model. İndi bir dənə də lazım gəlsə nə edəcəksiniz? Gərək girəsiz bu nomenklaturada. Baxın, bu cədvəlinin içinə ölçü, rəng, təzə bir məsəl üçün yaddaş, tutaq ki, telefonlar üçün e-mail kod, tutaq ki, e-mail sonradan əlavə etməli olacaqsınız. Ancaq gəlin sizə də tapşırıq olsun. Siz özünüz bunu eləyəsiniz. Yəni bir dənə ayrıca dərs eləyərəm ki, bu tapşırığı həll etmək üçün nomenklaturada bir növ siz bu xarakteristikanı yaradın. Ki misal üçün sabah telefon, ümumiyyətlə bu cədvəli yığışdırın, cədvəl olmasın. Burada hansı özəlliyi var? Adı var, kataloqun adı var, qiyməti var və ədəd. İndi sizdən e-mail kod tələb olunur. Tutaq ki, gəlib ki, e-mail kod, bəzi məhsullarda e-mail kod var. Bu özəlliyi bura necə əlavə eləyək? Duraq istifadəçi gəlir getsin, proqramçı çağırsın ki, gəlin mənim üçün bura bir dənə rekvizit əlavə eləyin, ölçünün yanında e-mail və yaxud da yaddaş, yəni da və s. və digər bir özəlliklər. İndi birini də indi siz eləyin. Kimsə eləsə kommentariyada yazsın, yəni ki, maraqlı gələrdi kim bunu eləyə bilibsə. Yəni eyni bizim bu əməkdaş üçün etdiyimiz işləri, hansı ki görürsüz, əməkdaşın xüsusiyyətləri. Sizdə də orada nomenklaturada da belə bir şey olsun. Məhsulların xüsusiyyətləri. Bu dərsdə nə etdik? Eyni şeyi nomenklatura üçün əməkdaş üçün etdiyimizi siz də eynisini, yəni burada nələr yaratdıq. Bir dənə yaradarsınız. Burada əməkdaşın xarakteristikasıdır, məhsulların xarakteristikası. Bunu burada görürsüz belə bir xüsusiyyət dəyərləri. İndi baxarsınız da sizin öz öhdənizə buraxıram. Görün yarada bilirsinizsə edin. Yəni ki, baxın buna da heç saxlayın. Heç bunu yenisini yaratmayın. Bunu istifadə etməklə və bir dənə də plan with xarakteristika. Baxın, bütün bunlardan istifadə etməklə bir dənə siz nomenklaturalar üçün də bunu təşkil eləyin. Məncə heç bu xarakteristikaları da əl vurmasanız da olar yəqin ki. İndi baxın, sizin öhdənizə buraxıram. Lazım olar bir dənə də dərs sırf nomenklatura üçün bunu təkraran tapşırıq kimi birlikdə eləyərik. Yəni gördünüz də. Və yaxud da gəlin ailə vəziyyətini də düzəldik. Keçir əməkdaşın xüsusiyyətlərinə sazdaç. İndi bir dənə də dil bilikləridir bizdə. Ayrıca bir özəllik də olsun. Ailə vəziyyəti. Ailə vəziyyəti. Bunu da təyin eləyirik və keçirik dəyərini. Bizdə dəyərlər də bunun üçün müəyyənləşdiririk. Subay, ailəli misal üçün belə. Tutaq ki, subay təyin edirik Samir üçün. Gördünüz? Artıq bizə heç bir rekvizit yaratmadan əməkdaşın xüsusiyyətlər bölməsində ailə vəziyyətini, dil biliklərini hamısını. Yəni bura nə qədər istəsəz, nə özəllik, xüsusiyyət ağlınıza gəlirsə əlavə eləyə bilərsiniz artıq. İstifadəçi tərəfindən lazım deyil bunun üçün girmək konfiquratora, onun üçün tezə spravçnik yaratmaq. Yəni bu bizə çox belə effektiv imkan yaradır xüsusiyyətləri təyin etmək üçün. Hətta gəlin Elvin üçün də təyin eləyə ailə vəziyyətini yaradırıq. Baxın görürsüz ailə vəziyyəti dil bilikləri. Artıq tezdən yaratmaq ehtiyac yox. Bütün əməkdar nə qədər əməkdaşımız olsa, siyahıda onlar üçün bu özəllikləri, bu xarakteristikaları
hüquqları təyin edə bilirik. Ailə vəziyyəti, dəyəri də subay yox, Elvin də qoyulaq ailəli. Görürsüz qarışmır. Elvin özünün vəziyyəti, ailə vəziyyəti, Samirin özünün ailə vəziyyəti və dil bilikləri hamısı bu şəkildə yəni hazırlanmış oldu. Yəni bu da bizim üçün bir növ praktika oldu. Yəni nümunə oldu ki, biz bu xarakteristikaları, xüsusiyyətlərin yəni ki, necə istifadə etməliyik, onu öyrənmiş olduq. Yəni qeyd etdiyimiz kimi istifadəçi sistemdə istədiyi qədər müxtəlif xüsusiyyətlər yarada və onların da dəyərlərini təyin edə bilərlər. Bu həqiqətən də çox çevik və güclü bir mexanizmdir. Plan vid xarakteristikanı istifadə etməklə. Buna görə də xüsusiyyət növləri bu plan vid xarakteristika sırf istifadəçiyə yönəlik alədir. Yəni istifadəçiyə biz hüquqlar verdik ki, özündən durub burada görürsüz indi istədiyi qədər özəllik, xüsusiyyət yarada bilər əməkdaşlar. Siz bunu indi dediyim kimi məşq olsun deyə nomenklatura üçün görün tətbiq eləyə bilərsiniz və kommentariyalarda yazın cavab olaraq. Görsəm əgər kimdəsə alınıb, kimdəsə alınmayıb, ayrıca bir dənə qısa video düzəldərəm nomenklatura üçün bir yerdə eləyər. Məsəl üçün əvvəlcə də qeyd etdiyimiz kimi bəziləri bu funksiyanı sadəcə spravçniklardan istifadə etməyə, əvəz etməyə çalışırlar. Amma bu düzgün yanaşma deyil. Məsəl üçün burada durub bir dənə spravçnik yaradacaq, ailə vəziyyəti və əməkdaşın da içinə girəcəkdi məsəl üçün formada, tutaq ki, rekvizit olaraq bir dənə ailə vəziyyəti və bunun da tipi olaraq girəcəkdi, tutaq tip spravçnikdən ailə vəziyyətini seçəcəkdi. Bu düzgün yanaşma deyil. Baxın, ən belə gözəl, optimal yanaşma, baxın bu bizim indi etdiyimiz bu şəkildə xarakteristikalardan, plan vid xarakteristika obyekti Azərbaycan dilində xüsusiyyət növləri planı. Bu obyektdən istifadə etməklə. Bu dərsimizi də burada tamamlamaq istəyirəm. Ümid edirəm ki, plan vid xarakteristikanın nə olduğunu anladıq, onun nəyə lazım olduğunu, necə istifadə olunduğu, necə ayarlandığını, necə bir-biri ilə xarakteristika, xüsusiyyət, özəlliklərlə onların dəyərləri arasında əlaqəni yaratmağı öyrəndik. Yəni registr swedginglə yaratdığımız onlar arasında, yəni bir növ xüsusiyyət və o xüsusiyyətin dəyərləri arasında əlaqəni yaradıq və istifadəçi rahat şəkildə əməkdaşlara daxil olub onlar üçün bu xüsusiyyətləri təyin edə bilər. Yəni əvvəlcədən indi bilmirik, gələcəkdə nəsə özəllik olsa əməkdaşla bağlı burada onu rahat şəkildə təyin edə bilər. Məsəl üçün gəlin birini də yaradaq. Adını qoyaq belə bir nümunə olsun deyə. Vətəndaşlıq. Tutaq ki, də misal üçün deyirəm. Vətəndaş. Hansı ölkənin vətəndaşı seçək. Burada da girir dəyərlər belə. Görsün necə rahatdır. Kodsuz, zadsız. Rus qoyaq, türk qoyaq. Nə bilim, yəni Türkiyə qoyardıq, Rusiya qoyardıq. Yəni belə İran qoyaq, Azərbaycan qoyaq. Yəni bunu bir üzr istəyirəm. Buradan keçək. Sonra bunu eləyək Rusiya. Görsəniz dəyişir. Dəyəri də itmir bir-birinə. Türkiyə qoyaq. İndi fikir verin. Məsələn Elvin təyin edirik İran vətəndaşı. Görsəniz Elvin vətəndaşlıq İran. Samiri misaldan götürək, əlavə edirik. Vətəndaşlığı hansı ölkədir? Tutaq ki, Azərbaycanlı. Azərbaycan vətəndaşı. Gördünüz? Gəlin nə söz lazım deyil artıq konfiquratorda girib bir dənə spravçnik ölkə yaradım. Sonra əməkdaşın içində bir dənə rekvizit yaradım, vətəndaşlıq. Görürsüz nə qədər səmərəsiz olacaq. Proqram, yəni ki, bizə belə bir imkan verilib də, niyə ondan istifadə etməyək? Bir sətir belə kod yazmadıq, bu cür sistemi yaratmış olduq biz. Yəni istifadəçiyə bu imkanı, hüquqları verdik. Dərsi bitirirəm. Ümid edirəm ki, bu dərsimiz faydalı olacaq hamımız üçün. Gələn dərslərdə inşallah görüşərik. Həmişə olduğu kimi sizdən videonun sonunda bu videomuzu bəyənməyi, kanala abunə olmağı və fikir, rəy, iradlarınız, suallarınız varsa videonun kommentariya, şərh bölməsində qeyd edərsiniz. Sağ olun, uğurlar.